və Allah Taala Ramazan ayını digər aylardan üstün edib. Həmçinin Ramazanın sonunu, son 10 gününü, son 10 gecəsini digər gecələrdən üstün edib. Və son 10 gecələrin içində də Qədir gecəsini ilin bütün gecələrindən üstün edib. Və buna səbəb də bu ayda Quranın nazil olmasıdır. Və həmçində Qədir gecəsinin də fəzilətli olmasının səbəbi Qədir gecəsində Quranın nazil olmasıdır. O Quran ki, möminlərə rəhmətdir, həm də qəlblərə şəfadır. Bütün bəşəriyyətə hidayət yoludur. Fikir versək, Quran-ı Kərim Muhammed sallallahu aleyhi və səlləmə nazil olub və Muhammed sallallahu aleyhi və səlləm bütün peyğəmbərlərdən üstündür. Quran-ı Kərim bizim ümmətə nazil olub, bizim ümmət bütün ümmətlərdən üstündür. Quran-ı Kərim Ramazan ayında nazil olub, Ramazan ayı bütün aylardan üstündür. Quran-ı Kərim Qədir gecəsi nazil olub və Qədir gecəsi bütün ilin gecələrindən üstündür. Yəni bu ayı, bu gün, gecəni şərəfli edən nədir? Quran-ı Kərimdir. Quran-ı Kərimin məhz bu gecə nazil olmasıdır. Necə ki Allah Taala buyurur, yəni bu Quranın yəni Qədir gecəsində nazil olmasına dəlil nədir? Allah Taala Duhan surəsində nə buyurur? Buyurur ki: "İnna enzelnahu fi leylatin mubarakatin inna kunna munzirin." Allah Taala buyurur ki, biz onu, yəni Quranı mübarək bir gecədə nazil etdik. Həqiqətən biz xəbərdar edirik. Yəni birinci Allah bildirir ki, bu gecə mübarək gecədir. Yaxşı, hansı gecədir o? Qədir gecəsində Allah buyurur ki, "İnna enzelnahu fi leylatil qadr." Həqiqətən biz Quranı Qədir gecəsində nazil etdik. Yaxşı, Qədir gecəsi hansı aydadır? Allah Teala Bəqərə surəsində buyurur ki, "Şəhru Ramazanəl-ləzi unzilə fihil Quran." Quran Ramazan ayında nazil oldu. Demək, Quran nazil olub Ramazan ayında. Qədir gecəsi, deməli Qədir gecəsi Ramazan ayındadır və həmçinin bu gecə nədir? Mübarək bir gecədir.